Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin əmmə bəd. Möhtərəm müsəlmanlar, ilk öncəsi salamlayıram. Assalamu aleykum və rahmetullahi və barakatuhu. Amma sonra bugünkü dərsimiz yenə də rafizilər cəmaatı necə aldadır silsiləsindən olacaq və keçmiş rədd etdiyimiz dərslərdə olduğu kimi cahil və yalançı Qasım Səfərovun növbəti yalan videosu meydana gəlib, belə deyək. 19-cu İbn Teymiyyəyə atdığı iftirada güya özünə görə, öz belə deyək fəhminə görə güya ki mənim əvvəl dediklərimə cavab verib, əksinə cəmaatı yenə də çox qəliz bir şəkildə aldadır və bu əlbəttə ki, rafizilərin içində olan cəmaatı aldatmaq üçün nəzərdə tutulub bu cürünə variantlar. Çünki əlhəmdülillah yazdığımız videolar şiyələr arasında müəyyən bir infialə səbəb olur, bunu bilirik. Dinləyirlər, izləyirlər, görürlər ki, qarşı tərəf heç bir dəlil gətirmir, lakin biz dəlillə danışırıq və bugün yenə də Quran-ı Kərimdən bəyan edəcəyik. Deməli, adam mənim birinci səsimi qoyur ki, orada mən onun sözlərini qeyd edirəm, elə ki, keçmişdə olan dərslərinin, yəni güya rəddiyələrinin dırnaqarası birində belə bir ifadə işlədir. Deyir ki, biz şiyələr dünyanın neçə müxtəlif ölkələrində şiə məzhəbli insanlar var. Onlar demişəm ki, sahabələrin heç də hamısını sevmirlər. Baxırlar ki, peyğəmbərlərdən sonra hansı sahabə Quran və əhl-i beytin yanında qalıbsa, onu sevirlər, əhl-i beytə düşmən olanları sevmirlər. Bax, belə bir ifadə işlədir və cəmaatı aldadır. Birincisi, heç bir sahabə əhl-i beytə qarşı düşmən münasibətdə olmayıb. Bütün bunlar rafizilərin uydurmasıdır. Bütün bunlar rafizilərin uydurmasıdır və cəmaatı aldadırlar bu cür fikirlərlə. Əksinə, sahabələrlə əhl-i beyt arasında güclü bağ olub, güclü bağ təşkil edib. Necə ki, bunun dəlili çoxdur, həddən artıq çoxdur. Məsələn, əhl-i beytdən olanlar özlərinin yeni doğulmuş uşaqlarına böyük sahabələrin adlarını qoyublar. Əbu Bəkirin adını qoyublar, Ömərin adını qoyublar, Osmanın adını qoyublar və s. Ayşənin adını qoyublar və s. Amma bu iddia Abdullah bin Səbanın meydana gətirdiyi iddiadır, rafizilərin iddiasıdır. Bu, yəni, sahabənin mövqeyi deyil. Sahabənin əhl-i beytə qarşı mövqeyi və əhl-i beytin də sahabəyə qarşı mövqeyi qəşəng olub, əla olub, gözəl olub. Əla münasibətlərdə olublar. Bunun örneği var, hətta şiə kitablarında bunların saysız hesabsız örnəkləri mövcuddur. Bu mövzuda çox uzatmayacağım məsələni. Dirək istəyirəm ki, dəlillərə keçin. Əlbəttə ki, bu cəmaatı aldatmaqdır. Bu cəmaatı aldatmaqdır və bu zəlalətdir. Zəlalətin ən böyüdür. Rafizilərin, mən hər zaman deyirəm, rafizilərin ən böyük zəlaləti sahabələrə münasibətdir. Sahabələrə münasibət, sahabələrə qarşı düşmənçilik eləməyi onlara, rafizilərə, baxın, Quran-ı Kərimə ulaşmaq imkanlarını qapıyır, bağlayır. Allah Rəsulunun rəvayətlərinə, hədislərinə ulaşmaq şansını bağlayır, qapıyır. Ona görə Allah Rəsulunun hədisləri yoxdur kitablarında. Baxın, şiə kitablarında neçə dənə hədis var? Allahu Akbar. 500 neçə dənə, 590 dənə hədis var 4 dənə kitabda Allah Rəsulundan.
onların da çoxu yəni sənədi qırıqdır. Dolayısıyla yəni zəifdir yəni. Məqbul deyil. Niyə görə? Çünki sahabələri baxın, sahabələri sən təkfir elədin. Elə artıq Rəsulullah necə ulaşacaqsan? Tabiindən. Allah Rəsuluna mı gedəcəksən, ulaşacaqsan? Yox. Yəni 3 dənə, 5 dənə sahabə var, hansı ki təkfir eləmirsiniz, ey rafizilər. Onlardan da rivayət azdır. Məsələn, Miqdad bin Əsvəd, Əbu Zər, Ammar bin Yasər rivayətlər varmı? Rivayətlər yoxdur. Varsa da 3 dənə, 5 dənə rivayət var. Baxın, Əbu Zər Əl-Ğifari, Ammar, Salman Əl-Farisi, yəni Şiə kitablarında nə qədər rivayətlər var? Demək olar heç nə yoxdur yəni. Demək olar heç nə yoxdur. İndi mən araşdırmamışam hələ bu məsələni, inşallah. O məsələni araşdırıb bir gün bəyan eləyəcəm ki, həmin bu qeyd olunan sahabələrdən nə qədər rivayətlər var Şiə kitablarında. Xüsusən də 4 kitabda. Yəni çox uzatmaq istəmirəm, keçirəm dirək mövzuya. Deməli, həmin cızmaqara o dediyimiz dərsdə, elə rəddiyyədə güya 19 saylıdır, elə güya ki 19-cu belə deyək də rəddiyəsidir. İbn Teymiyyə iftiralar atır və sözlərini təhrif edir. Elə güya mənim sözümü rədd eləməyə çalışıb. Çünki mən nə dedim? Keçmiş dərsdə mən dedim ki, Allah-u Teala Quran-ı Kərimdə deyir ki, radiyallahu anhum və radu anh. Allah onlardan, yəni sahabələrdən razıdır. Onlar da Allahdan. Onlar da Allahdan. Baxın, bu barədə 5 dənə ayə var Quran-ı Kərimdə. Bu barədə Quran-ı Kərimdə 5 dənə ayə var. Birinci adlarını deyəcəyəm, ünvanlarını, ondan sonra təfsilatı keçəcəyəm. Birincisi Əl-Məidə surəsi 119-cu ayə, ikincisi Ət-Tövbə surəsi 100-cü ayə, üçüncüsü Əl-Fəth surəsi 18-ci ayə, dördüncüsü Əl-Mücadilə surəsi 22-ci ayə və beşincisi Əl-Beyyinə surəsi 7-ci, 8-ci ayədə Allah subhanahu wa ta'ala sahabələrdən razı qaldığını bəyan edir. Və bu ayələrdən birinci qeyd edəcəyəm, Ət-Tövbə surəsi 100-cü ayəni ki, nə cürnə rafizilərin dinini darmadağın edir. Baxın, rafizilərin dinini darmadağın edir. Görün nə deyir Allah subhanahu wa ta'ala? Deyir ki Allah subhanahu wa ta'ala vəs-səbiqunəl əvvəlun minəl muhacirinə vəl ənsar. Deyir ki, İslamı ilk öncə əvvəl qəbul edən muhacirlərdən və ənsarlardan. Baxın, yəni 3 dənə sahabə, 3 dənə xəlifə daha doğrusu ki, əsas davamız rafizilərlə 3 dənə xəlifədir və Allah Rəsulunun bəzi zövcələridir. Yəni, sahabələrin hamısı əsas davamız deyil, belə deyək. Baxın, 3 dənə xəlifə elə İslamı nə zaman qəbul edib? 1. Əbu Bəkir, kişilərdən birinci qəbul eləyən İslamı Əbu Bəkirdir. Kişilərdən, yəni həddibuluq yaşını dolduran kişilərdən elə birinci İslamı qəbul edən kimdir? Əbu Bəkirdir, xəlifə, radiyallahu anhu. İkinci xəlifə, Ömər, 40-cı adam olub İslamı qəbul edən. 40-cı adam. Osman, 3-cü xəlifə, 3-cü, 5-ci, 10-cu adam təxminən. 3-cü, 5-ci, 10-cu. Yəni, dəqiq qeyd olunmasa da kitablardan, amma yəni ilk öncə qəbul eləyənlərdən sayılır. İlk öncə qəbul eləyənlərdən sayılır. Hətta Osmanın, deməli, İbn Sadın, hicrətin 230-cu ilində vəfat edən İbn Sadın Təbəqqatul Kubra kitabında belə bir rivayət var. Rivayət biraz uzundur, tam qeyd eləməyəcəyəm. Elə Osman deyir ki,
Deməli, Əbu Bəkir ona bəyan edir ki, Allah Rəsulu Peyğəmbər olaraq göndərilib. Rəvayəti oxuyacam, heç nə olmaz. Görün nə deyir? Deyir ki, babın adı belədir, başlığın adı. Zikru İslami Osman ibn Affan radiyallahu anhu. Yəni, Osman ibn Affanın İslamı qəbul etməsinin qeydi, zikri. Sonra nə deyir? Deyir, qala əxbərana Muhammed ibn Ömər, qala həddəsəni Muhammed ibn Salih ən Yezid ibn Ruman, qala xaraca Osman ibn Affan və Talhə ibn Ubeydullah alə əsəri Zübeyir ibn el-Avvam, fədəxələ alə Rasulillahi sallallahu aleyhi ve sellem, fəarada aleyhiməl İslam, və qara aleyhiməl Qur'an, və ənbəhuma bihuququl İslam, və vədəhuma kəramə min Allah, fəəmənnə və saddaqa. Deməli, rəvayəti qeyd eləmirəm. Deməli, Yezid ibn Rumandan rəvayət edilib ki, Osman ibn Affan və Talhə ibn Ubeydullah Zübeyir ibn Avvamın ardıycan gedərək Allah Rəsulunun yanına gəldilər, daxil oldular. Və onlara İslam ərz edildi. İslam onlara ərz edildi. Və onlara Quran oxunuldu. Onlara İslamın hüquqları bəyan olundu, xəbər verildi. Və vəd edildi, Allahdan kəramət vəd edildi. Allahu Akbar. Və onlar da iman etdilər və təsdiq etdilər, doğruladılar. Və sonra görün Osman nə deyir? Deyir ki, fəqalə Osman, Allahu Akbar. Fəqalə Osman, ya Rasulallah, qaddamtu hədisən minəşşəm, فلما كنا بين المعان والزرقاء فنحن كالنيام إذا مناد ينادي أيها النيام هبوا فإن أحمد قد خرج بمكة فقدمنا فسلمنا بك. Allahu Akbar. Osman deyir ki, ey Allahın Rəsulu, mən deyir, yaxınlarda deyir, Şamdan gəlirdim. Yaxınlarda, yəni yaxın günlərdə Şamdan dönürdüm. Və deyir, Məan və Zərqa adlanan yerdə ki, bu yerlər İordaniyadadır. İndiki İordaniya deyilən ərazidədir, bax o. Məan şəhəri və Əz-Zərqa. Deyir, orada deyir, biz deyir, yatmış kimiydik, yəni mürgüləyirdik, belə deyək. Yəni istirahət etdikləri yerdə mürgüləyirdik, deyir. Deyir, bu zaman deyir, bizə deyir, bir nida gəldi. Yəni bir nida gəldi, bir müraciət kimi nida eləyən gəldi ki, bəs şübhəsiz ki, artıq Əhməd Məkkədən çıxmışdır. Yəni Əhməd Peyğəmbər sallallahu aleyhi ve sellemin adlarından biridir. Necə Quranda da qeyd olunur Sad surəsində. Yəni Muhammed sallallahu aleyhi ve sellem artıq Peyğəmbər olaraq çıxmışdır. Subhanallah. Və sonra nə deyir? Deyir ki, biz deyir, gəldik deyir və sənin dediklərini eşitdik. Yəni biz deyir, döndük, gəldik, çatdıq Məkkəyə və sənin indi dediklərini eşitdin. Allahu Akbar. Görün, olayı anladır Osman və bunu İbn-i Sad rəvayət edir Təbəqatul Kubra kitabında 3-cü cild 52-ci səhifədə. Dolayısıyla qaydırıq yenə ayəyə, ayənin belə deyək də təfsirinə, şərhinə. Deməli, 3 xəlifə, elə Əbu Bəkir, Ömər, Osman, üçü də İslamı ilk qəbul edilənlərdən sayılır. Bir də qeyd edirəm, Əbu Bəkir kişilərdən birinci İslamı qəbul edib, Ömər 40-cı adam olub, ümumi siyahada belə deyək, kişili qadınlı, Osman da ilk qəbul edənlərdən 3-cü, 5-ci, 10-cu, yəni dəqiq bilinməsə də və ya bəyan edilməsə də. Yəni dolayısıyla 3 xəlifənin 3-ü də sabiqunəl əvvəlindəndir. Sabiqunəl əvvəlindəndir. Allahu Akbar. Və sözünə davam edərək deyir ki, Allah subhanahu wa ta'ala, əvvəlin bir də oxuyuram. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذ۪ينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ. Ve
Gözəl biçimdə onlara tabi olanlar. Kimlərə? Kimlərə tabi olanlar? Muhacirlərdən və ənsarlardan olanlara. Bax, bu vəllezine təbəuhum bi ihsan rafizilərin dininin belini qırır. Çünki rafizilər dini həsr eləyirlər ya Əli ibn Əbi Talibdən sahabələrin zamanında, ya da 12 imam ümumən ki, bu batildir. Yəni din götürülməlidir Əlidən, bir də 12 imamdan, əstəğfirullah. Bu batildir yəni. Belə bir şey yoxdur. Baxın, Allah-u Teala nə deyir Quran-ı Kərimdə? Bax, bu ayə Ət-Tövbə surəsi 100-cü ayə rafizilərin dinini tarumar edir. Tarumar. Nə deyir? Deyir ki, vəs-səbiqunəl əvvəlun minəl muhacirin və ənsar. Deyir, İslamı ilk əvvəldə qəbul edən muhacirlərdən və ənsarlardan vəllezine təbəuhum bi ihsan və gözəl biçimdə onlara tabi olanlardan. Onlara kimlərdən? Onlara kimlərə? Muhacirlərdən və ənsarlardan olanlara. Tabi olanlar, baxın. Nə olur? Başlarına nə gəlir? Radiyallahu anhum və radu anh. Allah onlardan razı qalar, razı olar və onlar da Allahdan. Bax, birinci məsələ budur. Yəni, Rafizi Qasım Səfərov cəmaatı aldadır. Orada bəzi, yəni, güya belə deyir, üsuldan və s. güya öz ağlınca, güya dəlillər gətirir və deyir ki, burada deyir, mən sözümü rədd eləməyə güya çalışır ki, mən demişəm ki, burada istisna yoxdur. Bəli, istisna yoxdur. Güya dəlil gətirir ki, özdə hansı dəlili? Xeyrun nəsi qarni summəllezine yalunahum summəllezine yalunahum. Yəni, insanların ən xeyirlisi mənim əslimdə olanlardır, sonra onların ardıcan gələn, sonra onların ardıcan gələn. Nə əlaqəsi var? Deyir, burada da deyir, istisna olunmayıb. Onun nə əlaqəsi var bununla? Burada, bu ayələrdə görün nə bəyan olunur? Birincisi bəyan olunur ki, baxın, birincisi bəyan olunur ki, Allah onlardan razıdır, onlar da Allahdan. Davamı var, dahası var yəni. Sonra vədallahu ləhum cənnətin təcri təhtihəl ənhər. Allah onlar üçün, ikincisi, altlarından çaylar axan cənnətlər hazırlamışdır. İkincisi, baxın, dahası var. Üçüncüsü, xalidinə fihə əbədə. Onlar orada əbədiyyən qalacaqlar. Baxın, əbədiyyən qalacaqlar. Yəni, bu Qasım Səfərov cəmaatı aldadır və elə bir ab-hava yaratmaq istəyir ki, güya ki, Allah-u Teala'nın bu qəbildən olan ayələrdə dediyi razı qalma güya şeydir, müvəqqətidir, daimi deyil. Baxın, ayədə əbədən gedir. Ayənin özündə qeyd olunur ki, radiyallahu anhum və radu anh və əəddə ləhum cənnətin təcri təhtiyəl ənharu xalidinə fiyhə əbədə və dördüncüsü zəlikəl fəvzul azim. Bu, əzəmətli bir nicatdır, qurtuluşdur. Baxın, nə deyir? Bir, kimlər? İslamı ilk əvvəl qəbul edən muhacirlərdən və ənsarlardan olanlar. Muhacirlər kimlərdir? Məkkəlilər. Hansılar ki, Mədinəyə hicrət etdilər. Ənsarlar kimlərdir? Mədinəlilər. Dolayısıyla burada Əbu Bəkir, Ömər və Osman və Məkkədən olan ilk sahabələr hansı ki, İslamı qəbul etmişdilər ki, Ayşə də onların içindədir. Elə nə dedi Allah Subhanahu taala? Vəllezine təbəuhum bi ihsan. Rafizilər buradan ixrac edilir. Niyə görə? Çünki onlar muhacirlərdən və ənsarlardan olanlara gözəl biçimdə tabi olmurlar. Amma əhl-i sünnə vəl cəmaa onlara tabi olur və qiyamətə qədər kimlər ki, gözəl biçimdə
muhacirlərdən və ənsarlardan olanların yoluna, əqidəsinə, etiqadına tabe olarlar, Allah onlardan razıdır, onlar da Allah'tan. Allahu Ekber. Birincisi, bakın, Allah onlardan razıdır, onlar da Allah'tan. İkincisi, ve adde lehum cennetin tecri tehtihel enhar. Allah-u Teala onlar üçün cennetler hazırlamıştır. Hazırlamıştır. Eadde ve adde hazırlamıştır. Artık hazırdır yani. Üçüncüsü, halidine fiha ebede. Onlar orada ebediyen kalacaklar. Kimler? İslam'ı ilk kabul eden muhacirlerden ve ensarlardan olanlar, bir, iki, güzel biçimde onlara tabi olanlar. Bakın, kimlerdi? Ehl-i sünne vel cemaattir. Rafiziler bu siyahıda yoktu. Rafiziler hazırlaşsınlar cehennemdeki yerlerine. Cehennemdeki yerlerine. Allahu Ekber. Ve sonra ne deyir? Zəlikəl fəvzul azim. Bakın Allah-u Teala açıq aydın deyir ki bu əzəmətli bir qurtuluşdur. Və keçirik o bura ayələrə. Mesela Meyde suresi 19. ayet, 119. ayet. Ne diyor Allah subhanahu ve teala? Allahu haza yamu yenfe'u sadiqine sidquhum lehum cennetin tecri min tahtiha el-enharu halidine fiha ebede. Radiyallahu anhum ve radu anh. Zalikel fevzul azim. Demək olar ki, eyni bir beyandı. Elə ne deyir Allah subhanahu teala? Deyir, Allah dedi ki, bugün bu elə bir gündür ki, elə doğru olanlara, doğrucu olanlara doğru olmaqlarının fayda gətirəcəyi bir dindir. Hansı gündür? Qiyamət günü. Allahu Ekber. Qiyamət günü. Və sonra nə deyir? Lehum cennetin tecri min tahtiha el-enhar. Onlar üçün altlarından çaylar axan cennetler vardır. Yine de Allah subhanahu ve teala ne deyir? Birinci, bakın bir ayede birinci radiyallahu anhu ve radu anh dedi. Sonra cennetleri dedi. Ama burada birinci cenneti deyir. Bakın. Birinci deyir çayları altından axan cennetler vardır onlar için. Sonra ne deyir? Halidine fiha ebede. Onlar orada ebediyen kalacaklar. Subhanallah. Sonra ne deyir? Radiyallahu anhum ve radu anh. Üçüncüsü, Allah onlardan razıdır. Onlar da Allah'tan. Ve dördüncüsü zəlikəl fevzul azim. Onlar için yani bu əzəmətli bir qurtuluştur. Veya nicattır. Açıq aydın bakın. Kur'an-ı Kerim açıq aydın beyan edir. Ve en önemli mesele yeri gelmişken hansı ki delalet edir ki bütün sahabeler cennetliktir. Bütün sahabeler günahları bağışlanacak ki bu barədə ayələr var. Tövbə suresi elə yok, estağfurullah. Tövbə suresi 20-22 de var. Lakin El-Hadid suresi 10. ayet. El-Hadid suresi 10. ayet. Bu ayet çok önemlidir. Ne deyir? Allah subhanahu ve teala. Allah subhanahu ve teala deyir ki ve ma lekumu alla tunfiqu fi sabilillahi ve lillahil mirasus semavati vel ard la yestevi minkum men enfaqa min qablil fethi ve qatele ulaike a'zamu dereceten minellezine enfaqu min ba'di ve qatelu ve kullen ve'adallahu'l husna vallahu bima ta'maluna habir. Bak bu ayet. El-Hadid suresi 10. ayet Rafizilerin dinini tarumar edir. Ve sahabeler barədə mövqeyini tarumar edir. Ne cür? Görün ne deyir Allah subhanahu wa ta'ala. Deyir ki ey insanlar, El-Hadid suresi 10. ayet.
Ey insanlar, sizə nə olub ki, mal dövlətinizi Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası ancaq Allahındır. Sizlərdən mal dövlətini fəthdən, Məkkənin fəthindən əvvəl Allah yolunda sərf edənlər və müşriklərə qarşı vuruşanlar başqaları ilə eyni deyirlər. Baxın, fəthdən qabaq, yəni Məkkənin fəthindən qabaq ki, müsəlmanlar qəsd olunur. Nə deyir? Deyir ki, fəthdən qabaq Allah yolunda mallarını xərcləyən və Allah yolunda vuruşanlar başqaları ilə eyni deyirlər. Sonra nə deyir? Onlar mallarını Allah yolunda fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündülər. İkincilərdən, yəni fəthdən sonra elə döyüşənlərdən daha üstündülər. Lakin sonra görün nə deyir? Bununla belə Allah onların hamısına, həm birincilərə, həm də ikincilərə ən gözəl mükafat, cənnət vəd buyurmuşdur. Baxın, Allahu Ekber, rafizilərin dinini tarumar edir bu ayə. Əl-Hədid surəsi 10-cu ayə. Yəni, Allah subhanahu ta'ala nə xəbər verir? Deyir ki, Allah yolunda mal xərcləyən və Allah yolunda savaşan, müşriklərlə savaşanlar, onlar fəthdən sonrakilərlə eyni deyil. Yəni, onların məqamı daha yüksəkdir. Niyə görə? Çünki fəthdən qabaq müsəlmanların halında müəyyən çətinliklər olduğu zaman onlar şücayət göstərmişlər, səxavət göstərmişlər və s. Və onlar üçün onların məqamı daha yüksəkdir. İkinci nə deyir? Və fəthdən sonra olanlar və sonra nə deyir axırda? Bununla belə Allah onların hamısına ən gözəl mükafat, cənnət vəd buyurmuşdur. Baxın, hətta rafizilərin təfsirlərində belə, Allahu Ekber, hətta rafizilərin təfsirlərində belə həmin ayə elə, yəni sahabələr barədə olduğunu qeyd edir, yəni Tusinin təfsirində yeri gəlmişkən. Təfsilata getməyəcəyim, yenə də vaxtımız dardır o səbəbdən. Allahu Ekber. Elə, deməli, bundan sonra yenə də qayıdırıq ayələrə. Deməli, burada nə deyir? Baxın, ayədə nə deyir? Deyir ki, və kullən vəədallahul husnə. Deyir, Allah-u Teala onların hamısına gözəllik vəd etmişdir və vəd etdiyi gözəllik də cənnətlərdir. Hamısına, istər fəthdən qabaq, istər fəthdən sonra, fəth olub Hicrətin 8-ci ilində. Bu ayə, baxın, rafizilərin dinini tarumar edir, darmadağın edir. Niyə görə? Çünki açıq aydın, sərahətən bəyan olunur. Təfsirə ehtiyacı yoxdur. Allahu Ekber. Açıq aydın Allah subhanahu wa ta'ala deyir. Və rafizi Qasım Səfərov isə cəmaatı neynir? Aldadır. Və güya ki, öz ağlınca bəzi güya dırnaq arası üsul kimi nə bilim nədənsə nəsə gətirir ki, bunlar hamısı batildir. Allahu Ekber. Hamısı batildir. Bu ayələr sahabələr barədə varid olub və Allah subhanahu wa ta'ala sahabələrdən razıdır. Sahabələrin fəziləti iki qismdir. Ümumi, yəni ümumiyyə və təyyiniyyə və təyin edilmiş və xüsusi müəyyən bir cəmaat və ya müəyyən bir şey olmaq ilə, nədir o? Müəyyən bir məqamda olmaq ilə. Məsələn, Hüdeybiyyə sülhündə olanlar üçün var ayələr ki, Allah subhanahu ta'ala onların günahlarını bağışlayıb, ondan sonra Bədirdə olanlar üçün ayələr var və s. Yəni, Hüdeybiyyə sülhündə, hansı ki, ağacın altında biyyət etdilər, Əbu Bəkir oradaydı.
Allahu Ekber. Allah subhanahu ve teala şahidlik edir ki onlar cennetliktirler. Delil getirir Allah subhanahu ve teala ki bu barədə ayədə nə deyir? Deyir ki Fəth surəsi 18-ci ayədə لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ إِذَا يُبَيِّئُونَكَ تَحْتَ الشَّجَرَةِ فَاعْلَمْ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ فَأَصَابَهُمْ فَتْحًا قَرِيبًا. Açıq aydın baxın. Fəth surəsi 18-ci ayə. Allahu Ekber. Fəth surəsi 18-ci ayə nə deyir? Ey Peyğəmbərim, and olsun ki Hudeybiyyədə ağac altında sənə biyyət etdikləri zaman Allah möminlərdən razı oldu. Allah onların ürəklərində olanı sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini bildi. Onlara öz dərgahından arxayınlıq, qələbə ilə mükafatlandırdı. Elhamdülillah. Elhamdülillah. Və Əbu Bəkir oradaydı. Ömər oradaydı. Osman. O da orada sayılır. Baxmayaraq ki, vücudu, bədəni belə demək mümkünsə. Məkkədə müşriklər onu həbs etmişdilər. Allah Rəsulunun qasidi olaraq göndərilərkən, lakin Allah Rəsulu biyyət edidən zaman ikinci əlini də qaldırdı və dedi ki, bu Osmanın əlidir. Və bu Osmanın əlidir və Osmanın yerinə Allah Rəsulu biyyət elədi həmçinin. Və bu sirə kitablarında və hədis kitablarında mövcuddur. İstər Əhl-i Sünnə kitablarında, istər Şiə kitablarında. Allahu Ekber. Yəni bunu da heç kim inkar edə bilməz. Amma rafizilər dinlərini sahabələrə kin və kudurət qusmaq üzərində qurublar. Ki bu onları qurtulmayacaq. Bu yoldan belə deyək də tərk etmədikcə, bu yolu tərk etmədikcə cənnəti qulaqlarının ardını gördükləri kimi görərlər. Qulaqlarının ardını gördükləri kimi görərlər cənnəti. Mümkün deyil. Amma Əhl-i Beyt, ay nə bilim, bu ayələr hamısı rafizilərin dinini tarumar edir, darmadağın edir. Vaxtımız da uzandı. Bu səbəbdən tamamlamaq zorundayıq. Lakin bu mövzu bitmədi. Bu mövzunu davam edəcək. Çünki ayələrin bir qismi qaldı. Bu elə bir birinci dərs kimi bunu götürəcəyik. Müxtəsər bu qədər. Allah bilir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.